Qaraciyəriniz təptəzə kimi olacaq və cəmi 3 gün bəs eləyəcək ki, bütün bu artıqlar orqanizmimizdən ixrac olsun. Bu reseptlə nəinki toksinlərdən azad olacaqsınız, eləcə də arıqlamağa səbəb olacaq, daha sağlam olacaqsınız və daha gözəl görsənəcəksiniz. Ona görə mütləq videonu sonadək dinləyin və qeyd eləməyi unutmayın. Mənim adım İsmail Hüseyndir. Mən hər zaman sizlər üçün bax belə pulsuz faydalı reseptləri paylaşıram və sizlərdən yeganə xahişim mənə dəstək üçün və təşəkkür üçün sadəcə kanalıma abunə olmağı və videonu da like eləməyi unutmayın. Bu mənə bəs eləyir. Bunun üçün dostlar 2 ədəd kök götürürsünüz, doğrayırsınız, əlavə edirsiniz blenderin içinə. 1 ədəd yaşıl alma, 1 ədəd limon, biraz zəncəfilin kökünü, 1 xörək qaşığı bal, 1 stəkan su və 1 ovuc da nanə əlavə eləməyi unutmayın. Hər birini gözəl qarışdırırsınız, süzürsünüz. 1 stəkan səhər ac qarnına bunu içməyi unutmayın dostlar. Nəticəsini mütləq ki görəcəksiniz. Videonu ən azı 10 dostunuza paylaşmağı unutmayın. Əgər artıq çəki ilə bağlı probleminiz varsa və ya arıqsız kökəlmək istəyirsinizsə, təbii ev şəraitinə şəxsən mənim arıqlama və yaxud kökəlmə proqramından Instagrama direktə məlumat üçün yaza bilərsiniz. Sağlam və gözəl qalın.